Belə bir sual var, deyir, qarşılıqlı əks ədədlər cütünü tap. Əks ədədlərin cəmi sıfıra bərabərdir. İndi baxın, birincidə biz bunları toplasaq, tutaq ki, bura ++ yazıram. Müsbət bir, mənfi bir islah olur, cəmi 2 kökətdə 2 edir. Yəni bu cəmi 0 olmur. Keçdik ikinciyə. Burada da cəmi 0 olmayacaq. Deməli, ikinci də gedir. Üçüncüyə, bax, görsünüz, biri mənfi kökətdə 3-dür, biri müsbət. Bunları toplasaq 0-a gedəcək. Deməli, üçüncünü saya bilərik. Əks ədədlərdir. Burada isə birincini mən çevirsəm, bu eləyəcək 1/2-də 3 eləyəcək 2-də 3 və 3-də 2. Bunlar da əks ədədlər deyil. Yəni, cəmi 0 olmayacaq. İndi 5-cidə mənfi 1/3-də 4, mənfi 1/3-də 1, mənfi 3-də 4 deməkdir. Bunlarla müsbət 3-də 4-ü də toplasaq 0 edəcək. Deməli, 3-cü və 5-ci. Bizdən sayın ikisi B variantı.